Bugünkü dərsimiz ekrandan da göründüyü kimi nitq normaları dərsidir, mövzusudur. Yoldaşlar, nitq normaları dedikdə Azərbaycan dilində fikrimizi ifadə edərkən istifadə etdiyimiz cümlələrin düzgün şəkildə tələffüz edilməsi, düzgün şəkildə yerli yerində işlədilməsi və düzgün ardıcıllığın işlədilməsi deməkdir. Yəni, nitq normaları dedikdə nitqin düzgünlüyü nəzərdə tutulur. Norma məhz normanın əsasında bu anlayış var, düzgünlük anlayışı. Dedik ki, nitq normaları düzgünlük deməkdir. Hər bir Azərbaycan vətəndaşının nitqində heç bir səhvə yol verməmək onun vəzifə borclarından biri kimi qiymətləndirilir nitqimiz, dilimizdə. Düzgün şəkildə sözlər tələffüz olunmalıdır, düzgün şəkildə yerli yerində işlədilməlidir, artıq əksik sözlər işlədilməməlidir nitqdə, eyni zamanda düzgün ardıcıllıqla belə deyək də işlədilməlidir. Bundan əlavə nitq normalarımız 3 dənədir yoldaşlar. Var fonetik norma, var leksik norma və eyni zamanda var qrammatik norma. Üç normamız oldu. Fonetik norma, leksik norma və qrammatik norma. Yoldaşlar, fonetik norma haqqında gəlin danışaq. Bunu silək. Baxın müəllimlər, biz fonetikada nələr keçirik? Səslər keçirik, hərflər keçirik, sözün deyilişini keçirik, yazılışını keçirik. Yəni bunların hər biri fonetikada keçirilən elementlər, mövzulardır. Məhz bu mövzuların nitqdə düzgün şəkildə yerli yerində işlədilməsi adlanır fonetik norma. Axı biz onları fonetikada keçmişik. Sözün orfoqrafiyasıdır, sözün orfoepiyasıdır. Bu kimi qaydaların hər birini biz fonetikada keçmişik. Fonetikada keçdiyimiz üçün bunlar üslubiyyat qaydası olaraq adlanacaq fonetik norma. Bəs nə deməkdir? Bəzən söz düzgün yazılmır. Məsələn, gəlin birinci bunlara aydınlıq gətirək. Var orfoqrafik qayda, var orfoepik qayda. Müəllimlər, əgər söz verilən ümumiyyətlə fonetik norma elə orfoepik və orfoqrafik qaydalara əsaslanan bir normadır. Əgər hər hansı bir söz düzgün yazılmayıbsa, yazılışı düzgün deyilsə, məsələn, avtomat yazılır da, düz deyil. Mən əgər onun yazılışını avtomat yazsam, bu söz düzgün yazılış hesab olunacaq, hesab olunmayacaq ki. Düz deyil. Çünki burada O olmalıdır, amma A var. Düzgün yazılış deyil. Deməli, bu söz orfoqrafik cəhətdən yanlışdır. Yanlış olduğu üçün burada nə pozulub? Fonetik norma pozulmuşdur. Və yaxud da dilimizdə yeni sözlər var. Məsələn, ov, öv, daha doğrusu yeni qaydaya əsaslanan sözlər var. Ov, öv hərf birləşmələri. Məsələn, növbə sözü. Növbə sözündə gördüyümüz kimi öv hərf birləşməsi işlənib. Əgər mən bu sözün tələffüzünü V-nı yerə salsam və saldığım V-nın yerinə qoşa nöqtə qoysam, növbə. Qoyğunu silin. Növbə. Əgər bu formada eləsəm, mən sözü düzgün tələffüz etməmiş olacam və söz düzgün orfoepik normaya uyğun olmadığı üçün fonetik normanın pozulması faktı hesab olunacaq. Fonetik norma daha çox şeirlərdə filan pozulur. Məsələn, deyirəm ki, bəzən feillərdə, daha doğrusu şeirlərdə sonda olan qafiyə təşkil edən sözlər ki var, onları qafiyəyə uyğunlaşdırmaq üçün, həm ahəng formada təqdim etmək üçün sözlər tələffüz formasında verilir. Məsələn, gələrlər,
görərlər, nə bilim, bilərlər. Təsəvvür edin ki, bu bir üç misralıq şeirdir və şeirin qafiyəsini təşkil edən gələrlər, görərlər və bilərlər sözləri qafiyə təşkil edir. Yadda saxlayın ki, bu tipdə lirik nümunələrdə verilən bu sözlər fonetik normanın pozulması faktıdır. Nəyə görə? Çünki gələrlər sözü tələffüz formada verilən ifadədir. Amma əslində qrafikada yazılış formasında yazılmalıdır. Çünki deyə bilərsiniz ki, ay müəllim, axı bunu nə üçün səhv götürürsünüz ki? Tələffüzü ki doğrudur, gələrlər, görərlər, bilərlər. Tələffüzü doğrudur yoldaşlar. Amma bu işarə yoxdur. Tələffüz işarəsi yoxdur. Tələffüz işarəsi verilməyibsə, deməli bunun yazılışını bu formada təqdim etmək istəyiblər ki, o da yanlışdır. Çünki gələrlər sözünün yazılışı bu formada deyil. Görərlər sözünün yazılışı bu formada deyil. Bilərlər sözünün eyni şəkildə. Gələrlər sözündə gələrlər r-dır. Görərlər də eyni şəkildə görərlər, bilərlər də eyni şəkildə. Və yaxud da mən belə deyim, yazıram ki, söz ki, bu modal sözdür, düz deyil. Ki, bağlayıcısı ayrı yazılmalıdır bu modal sözdən. Sözsüz ki, bağlayıcısı var. Amma mən əgər bu cümlədə, daha doğrusu bu və bu tipdə olan modal sözlərdə ki-ni mən ayrı deyil də götürüb sözsüz ki birləşmiş formada yazsam, bu da fonetik normanın pozulması faktıdır. Çünki söz düzgün yazılmayacaq. Aydın oldu, yadınızdan çıxartmayın və yaxud da ona görə də. Bəzən müdavimlər, bu əsasən ibtidai sinif müdavimlərində olur, filoloqlarda mən rastlaşmamışam, amma yenə də deyim. Bəzən müdavimlər elə bilir ki, bu fonetik normadır, leksik normadır, qrammatik normadır. Aha. Dedik ki, bəzən müdavimlər çaşıb qalırlar ki, deyirlər müəllim, bu normalar ki var, fonetik norma, leksik norma və qrammatik norma. Hər biri əsas nitq hissələri üçün keçərli olan qaydadır. Amma yadda saxlayın ki, yoldaşlar, bu qaydalar həm köməkçi nitq hissələrində, həm də əsas nitq hissələrində özünü rahat formada göstərə bilər, istisnasız şəkildə. Aydın oldu, məsələn, gördüyünüz kimi. Sözsüz ki ifadəsində sözsüz ki modal sözüdür. Ki ayrı yazılmalıdır, amma bitişik verib. Düzgün yazılmayıb. Yəni orfoqrafik səhv var. Deməli, fonetik norma pozuldu. Ona görə də ifadəsində də ayrı yazılmalıdır. Bitişik yazılıb. Deməli, orfoqrafik səhvə yol verilmişdir. Bu sözü, orfoqrafik sözünü mən əgər deyilişdə orfoqrafik formada, yəni yazıldığı kimi desəm, mən özüm fonetik normanı pozmuş hesab olacam. Çünki orfoqrafik sözü tələffüzdə o'lar ağlaşır, orfoqrafik. Eyni zamanda orfoepik sözünə də bu qayda aiddir. Orfoepik formada deyilməlidir. Yəni qısacası, əgər fonetik norma tələb eləyir ki, bir sözdə söz düzgün yazılmalıdır, söz düzgün tələffüz olunmalıdır. Qurtardı, getdi. Əgər cümlənizdə bütün sözlər orfoqrafik, orfoepik normaya tam şəkildə, daha doğrusu cümlənizdə yazılan bütün qrafika orfoepik normaya düzgün şəkildə tələb formasında yazılıbsa, yəni düzgün şəkildədirsə, deməli fonetik norma artıq orada pozulmuş hesab olunmayacaq. Aydın oldu. Eyni zamanda sözlərin hamısı düzgün şəkildə tələffüz olunubsa, orfoepik normada pozulmayacaq, fonetik normanın pozulması prinsipi hesab olunmur. Yəni fonetik norma asandır, belə deyək. Ümumiyyətlə normalar asandır. Asan bir mövzudur bu dərs. Bura qədər bir probleminiz yoxdur ki, müəllimlər? Elgiz müəllim, Peyman müəllim. Məsələn, qoy bunu da qeyd edeyim. Biz ya da yox, bunu qeyd etməyim. Belə deyim də, əgər mən adam adını cümlədə adam adı cümlə daxilində kiçiklə yazılıbsa, o da eyni şəkildə fonetik normanın pozulması faktıdır. Yəni orada da orfoqrafik səhv var. Yəni söz böyüklə yazılmalıdır. Aydın oldu. Məsələn, bu gün yarı səslədim.
Baxırsan ki, ay müəllim, bu sözdə heç bütün sözlər hamısı nə bilim, orfoqrafik, orfoeptik normaya düzgün şəkildə riayət olunub da burada. Yəni burada fonetik norma pozuntusu yoxdur. Niyə yoxdur? Axı burada yarı sözü adam adıdır və böyüklə yazılmalıdır. Deməli, düzgün qrafikadan istifadə olunmayıb, fonetik norma pozulub. Aydın oldu, yadınızdan çıxartmayın bu tipli ifadələri. Və yaxud da qoy bunu da deyim. Söz daxilində biz bilirik ki, orta məktəbdən də yadınızda, xatirinizdə bəlkə qalıb, universitetdə də keçiblər bunu. Əsər adları dırnaq içində yazılmalıdır. Daha sonra bəzi təşkilat adları ki var, onlarda baş hərflərinin hər birisi böyüklə yazılmalıdır. Məsələn, mən əgər burada yazsam Azərbaycan, təsəvvür edin ki, Azərbaycan yazılır. Azərbaycan Respublikası Milli Məclisi. Burada mən fonetik normanı pozdum. Nəyə görə fonetik normanı pozdum? Çünki əsas dilimizdə olan əsas mürəkkəb adlardan biridir və qrafikasına görə bütün böyük belə deyək də sözlərin ilk hərfi böyüklə yazılmalıdır. Azərbaycan düzdür, Respublika düzdür, milli düzdür, məclis sözü artıq yanlışdır, böyüklə yazılmalıdır, milli məclisi. Və yaxud da deyirəm ki, 7 gözəl baleti. 7 gözəl baleti. Bu da eyni şəkildə 7 gözəl Nizami Gəncəvinin əsəri olduğuna görə dırnaq içində yazılmalıdır. Dırnaq içində yazılmayıbsa, deməli orada orfoqrafik səhv var. Yəni söz düzgün yazılmıyor. Aydın oldu? Yəni bu tipli sözlər də, bu tipli qaydalar da fonetik normanın tələbidir əsasında. Yəni o sözün düzgün tələffüzü, düzgün yazılışı ancaq hərf-səs sistemi demək deyil. Belə deyək də, bu durğu işarəsi sistemi də məhz fonetik norma hesab olunur. Gəldik leksik normaya. Yoldaşlar, leksik norma dedikdə sözün mənasını düzgün şəkildə bələd olaraq onu yerli yerində işlətməyi nəzərdə tutulur. Yəni leksik normanın tələbi budur. Məsələn, deyirəm ki, mənə bir stəkan çay dök. Mənə bir stəkan çay dök. Bu, nitqimizdə demək olar ki, hər birimizin istifadə etdiyi və yanlış istifadə etdiyi hissələrdəndir. Nəyə görə yanlışdır? Çünki burada belə deyək də, mənə bir stəkan çay tök olmaz, mənə bir stəkan çay süz olar. Yəni, söz düzgün yerində işlədilməyib. Tök ifadəsi burada uyğun deyil. Və yaxud da mən desəm ki, məsələn, nə deyək? Atamın, yazaq, atamın bərk baxışları məni narahat elədi. Atamın bərk baxışları məni narahat etdi. Leksik norma dediyi nədir? Sözün mənasını bələd olaraq onu düzgün şəkildə işlətmək, cümlədə düzgün formada işlətmək. Biz atamın bərk baxışları, baxış bərk olmaz. Nə yaza bilərik bura? Atamın sərt baxışları, qorxuducu baxışları, nə bilim, yəni bu formada yazılmalıdır. Sərt, qorxuducu, bərk sözü yazıla bilməz burada. Aydın oldu. Və yaxud da deyirəm ki, bunu silək. Bıçağın üstündə
əlimin şəkli qalmışdı. Baxın yoldaşlar, bıçağın üstündə əlimin şəkli qalmışdır ifadəsində hansı söz yerində işlədilməyib? Deyin zəhmət olmasa. Elgiz müəllim. Bıçağın üstündə əlimin şəkli qalmışdı ifadəsində hansı söz yerində işlədilməyib? Bəli. Şəkli qalmışdı yazılıb burada. Bu düzgün işlədilməyən sözdür. Əslində olmalıdır, izi qalmışdı. Teymur müəllim, buradasınız? Bundan əlavə, leksik normada artıqlıq bildirən sözlər var. Bu nə deməkdir? İndi ona aydınlıq gətiririk. Diqqətli olun burada. Artıqlıq bildirən söz. Artıq sözlər. Bu qaydada diqqətli olun. Bəzən nitqimizdə müəyyən birləşmələr ki var, biz həmin birləşmələri istifadə edərkən özümüz də bilmədən leksik normanı pozmuş oluruq. Necə? Məsələn, deyirik ki, artıqlıq bildirən söz, məsələn, deyirik ki, kiçik dəftərçə. Kiçik dəftərçə. Kiçik dəftərçə. Yoldaşlar, baxın, dəftərçə sözü özü onsuz da kiçik bir şeydir, düz deyil. Biz orada ikinci bir kiçik sözünü işlətməyimiz artıqlıq olar. Ona görə də burada kiçik sözünün işlənməyi leksik normanın pozulması faktı hesab olunur. İşlədilməməlidir. Dediyi nəyə görə? Çünki dəftərçə sözü özü onsuz da kiçik bir şeydir. Əlavə olaraq kiçik sözün işlədilməyi uyğun hesab olunmur. Və yaxud da deyirik ki, balaca körpə. Balaca körpə. Kənardan baxanda deyirlər ki, yəni burada heç bir norma pozuntusu yoxdur. Nəyə görə? Deyir ki, müəllim, hər şey yerli yerində işlədilib. Amma yadda saxlamaq lazımdır ki, körpə sözü özü də onsuz da balacadır. Yəni balaca bir belə deyək də çağadır da. Yəni ikinci bir balaca sözünün orada işlədilməyi uyğun hesab edilmir. Yəni söz düzgün yerində işlədilmir. Artıq sözlər hesab edilir bunlar. Ona görə çıxmalıdır və leksik normanın pozulması faktı hesab olunur. Məsələn, başqa bir nümunə yaşlı qoca. Yaşlı qocalar parkda əyləşmişdi. Qocalar sözü elə özü müəyyən bir yaş almış şəxslərə deyilir. İkinci bir yaşlı sözünün həmin nümunədə işlənməyi artıq leksik normanın pozulması faktı hesab edilir və artıq sözlər adlanır. Cümlə daxilindən, ifadə daxilindən kənarlaşmalıdır. Aydın oldu. Yadınızdan çıxmaz ki, müəllim bu qayda. Bundan əlavə bundan əlavə ən vacib qayda yazıram bura. Ən vacib qayda. Deməli, bədii təsvir vasitələri və frazeoloji birləşmələr, frazem yazacağam, yəni eyni şeydir. Bədii təsvir vasitələri və frazeoloji birləşmələr leksik normanı pozmur. Aydın oldu. Sizin qarşınıza çox çıxacaq. İminlə bu qayda sizin qarşınıza çox çıxacaq.
Çünki deyir ki, müəllim, bədii təsvir vasitəsi. Deyirəm ki, onun geniş ürəyi var. Deyir, ay müəllim, axı geniş ürək yoxdur axı. Söz düzgün yerində işlədilməyib də. Bu olsun leksik normanın pozulması faktı. Yoldaşlar, bu yanaşma yanlış yanaşmadır. Nəyə görə? Çünki belə deyək, ə, geniş ürək mənim cümlə daxilində işlətdiyim geniş ürək ifadəsindəki geniş sözü bədii təsvir vasitəsidir. Yəni epitetdir, məcazi təyin. Epitet də bədii təsvir vasitəsi olduğuna görə biz əsla onun norma pozuntusu hesab edə bilmərik. Ümumiyyətlə məcazilik yazaq burdan məcazilik. Məcazilikdir, frazeoloji birləşmələrdir. Bunlar leksik normanı pozmur. Onda ehtiyatlı olun. Və yaxud da deyirəm ki, Qaraca çobanın sapandı ilə atdığı daşın düşdüyü yerdə 7 il ot bitməzmiş. Hə, bu məcazi ifadədir. Bəli. Müəllim, burada leksik norma pozulub da. Axı nətər yəni bir daşın düşdüyü yerdə necə yəni 7 il ot bitməz? Bu belə deyək də mübaliğədir, şişirtmədir. Yəni məcaziliyin geniş istifadə olunduğu qaydadır. Leksik norma pozuntusu hesab edilmir. Və yaxud da metafor işlədək. Deyirəm ki, quşlar səs-səsə verib sanki söhbət edirdilər. Söhbət etmək insana xas olan xüsusiyyətdir. Amma quşların üzərinə köçürülüb. Köçürülmədən istifadə olunub. Deməli, metafor var burada. Metafor olduğunu bilə-bilə biz desək ki, ay müəllim, quşlar axı söhbət eləyə bilməz. Bu insana aid olan xüsusiyyətdir. Onda bu leksik normanın pozulması faktıdır. Xeyr. Burada metafor işlənib. Dedik ki, məcazilik norma pozuntusu hesab edilmir. Aydın oldu. Və yaxud da deyirəm ki, o elə əsəbləşmişdi ki, sanki zəncir çeynəyirdi. Cümləmdə frazeoloji birləşmə işləm zəncir çeynəyirdi. Ay müəllim, əsəbləşən adam necə zəncir çeynəyər? Bu doğru ifadə dilimizdə olan, varlığı məlum olan frazeoloji birləşmədir və bunlar yenə də deyirəm, leksik normanın pozulması faktı hesab edilmir. Diqqətli olun, MHM testləri bundan doludur. Baxın, bu qayda ilə doludur. 20-30 dənə buradan test var bu qayda ilə. Nəsə qaldı mı leksik normada? Xeyr. Hı -hı. Bəli, 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 təbii ki, diqqət eləmək lazımdır. Ayrı bir qaydası filan yoxdur. Bədii təsvir, baxın mən burada bədii ifadə vasitələrini yazmadım. Bədii ifadə vasitələri çünki onların bəziləri leksik mənaya, normaya xidmət eləyə bilər. Ümumilikdə bədii ifadə vasitələri, məsələn, orada inversiya var. İnversiya leksik normanın tələbi deyil. O, qrammatik normanın tələbidir. İndi ora keçirəm, onun izahını verəcəm. Qrammatik norma. Qrammatik norma, yoldaşlar, fonetik normanı keçdik, leksik normanı keçdik. İstər fonetik normanı keçəndə, istər leksik normanı keçəndə biz müəyyən qaydadan danışmadıq. Sadəcə elementar bir-iki dənə ifadəni dedik, onunla fonetik və leksik normanı tutduq ki, burada söhbət nədən gedir? Qrammatik normada biraz vəziyyət fərqlidir. Necə fərqlidir? Qrammatik normada, yoldaşlar, biz indiyənə qədər keçdiyimiz qrammatik qaydalar var. Yəni Azərbaycan dilinə aid olan və dəyişməyən qaydalar var. Həmin qaydalar əgər cümlə daxilində pozulubsa, deməli qrammatik norma cümlədə pozulub deməkdir. Aydın oldu? Yəni bunu bilməyimiz üçün Azərbaycan dilində olan qaydaları yaxşı şəkildə mənimsəməliyik. Necə? Məsələn, birinci qayda. Dilimizdə say mövzusunda keçdiyimiz belə bir qayda var ki, müəyyən miqdar sayından sonra gələn isim təkdə olmalıdır. Məsələn, deyirəm ki, 5 kitab. Burada qrammatik norma gözlənilib. Nəyə görə? Çünki müəyyən miqdar sayından sonra gələn isim, baxın nə deyirəm, isim deyirəm ha, təkdədir.
Baxın, burada dedik ki, qrammatik norma düzgün şəkildə tələbə düzgün şəkildə riayət olunub burada. Nəyə görə? Çünki müəyyən miqdar sayından sonra gələn isim təkdə verilib, doğrudur. Deyirəm ki, növbəti qayda deyək. Əgər mən burada desəm ki, 5 kitablar, artıq burada yanlışlığa yol verəcəm. Nəyə görə yanlışlığa yol verəcəm? Çünki müəyyən miqdar sayından sonra gələn isim təkdə işlənməlidir, cəmdə işlənməməlidir. Bu artıq bu ifadə yanlışdır. Ona görə olmaz burada. Eyni zamanda digər qayda. Biz keçmişik ki, adlara, əsasən də isimlərə qoşulan şəkilçi ardıcıllığı hansılardır? Deməli, cəm, mənsubiyyət, hal, xəbərlik. Cəm, mənsubiyyət, hal, xəbərlik. İsimlərə qoşulan bu şəkilçi ki var, əgər bu şəkilçilər sözdə ardıcıllıq bu formadadır. Əgər sözə bu formada qoşulubsa, qrammatik norma gözlənilib. Yox, əgər bu formada qoşulmayıbsa, ardıcıllıq bu formada deyilsə, deməli qrammatik norma pozulub. Məsələn, evlərimizdəndir. Və yaxud da uşaqlarımızındır. Gəlin baxaq. Bu sözlərdə lar, lər qrammatik şəkilçi, ımız, imiz, umuz, ümüz bizim evlərimiz mənsubiyyət şəkilçisi, dən, dan, dən çıxışlı qalmış şəkilçisi, dır, dir, dur, dürdə xəbər şəkilçisidir. Ardıcıllıq gözləndi, deməli qrammatik norma var burada. Uşaqlarımızındır. Uşaq sözün köküdür. Lar cəm şəkilçisidir. Imız qrammatik şəkilçisi, mənsubiyyətdir. In yəlik halın şəkilçisidir. Dır da xəbərli şəkilçisidir. Burada da ardıcıllıq pozulub. Daha doğrusu gözlənilib. Qrammatik norma düzgün şəkildə istifadə olunub burada. Pozulmayıb yəni. Amma mən götürüb in şəkilçisini belə deyək də gətirib buradan yazsam, bunu da gətirib buradan yazsam, artıq qrammatik norma pozulacaq. Çünki belə deyək də hal şəkilçisi ilə mənsubiyyət şəkilçisi yerini dəyişəcək. Ardıcıllıq bu formada özünü göstərməlidir. Əgər bu bura gəlsə, bu da bura gəlsə, artıq qrammatik norma pozulacaq. Və yaxud da digərləri yer dəyişməsi olsa, qrammatik norma pozulacaqdır. Yadınızdan çıxartmayın müəllimlər. Bundan əlavə, Azərbaycan dilində inkarlıq bağlayıcısı var müəllimlər. İnkarlıq bağlayıcılar var. Hansılardır inkarlıq bağlayıcısı? Nə, nə də, nə də ki. Bunlar dilimizdə olan inkarlıq bağlayıcılar. Yadda saxlayın. Cümləmizdə əgər bu inkarlıq bağlayıcılarından istifadə olunubsa, xəbərlərimiz təsdiqdə olmalıdır. Əgər cümlədə bunlar istifadə olunubsa, xəbəri də inkarda veribsə, orada artıq qrammatik norma 100% pozulacaq. Məsələn, deyirəm ki, nə mən danışmadım, nə də sən danışmadın. Baxın, gördüyümüz kimi bu cümlədə mən istifadə etdim inkarlıq bağlayıcısı olan nə də bağlayıcısından. Altından xətt çəkdim. Müəllim də demişdi ki, qaydamız da tələb edirdi ki, cümləmizdə əgər nə də bağlayıcısı işlənibsə, xəbərlərimiz təsdiqdə olmalıdır. Baxaq görək təsdiqdədirmi? Danışmadım. Baxın, inkardadır artıq. Deməli, bu cümlədə qrammatik norma pozulub. Nəyə görə? İnkarlıq bağlayıcısı işlənib, amma inkarlıq bağlayıcısı işlənsə də ikinci inkarlığı da veriblər mane ilə. Yanlışdır. Nə mən danışdım, nə sən danışdın. Sxem bu formada olmalıdır. Yadınızdan çıxartmayın. Və eyni zamanda, baxın, mən burada gördüyünüz kimi cümləmin başladığı sözü kiçiklə başlamışam.
Yəni əslində bayaqlarda qeyd elədim. Burada n-nı böyük ilə yazmalıydım. Kiçik ilə yazdığıma görə deməli burada mən bir yazı səhvinə yol vermişəm. Burada da fonetik norma var. Deməli bu cümlədə pozulub fonetik norma və qrammatik norma. Aydın oldu? Əla. Əla. Ya Allah. Okay. Daha sonra qayda formasında versələr ki, sıra sayından sonra gələn isim təkdə işlənməlidir. Bu fikir yanlışdır. Çünki sıra sayından sonra gələn isim təkdə də ola bilər, cəmdə də ola bilər. Yəni desələr ki, 5-ci sinif, 5-ci siniflər. Bunların hansında qrammatik norma pozulub? Deyəcəksiniz ki, heç birisində qrammatik norma pozulmayıb. Çünki sıra sayıdır. Sıra sayından sonra gələn isim təkdə də ola bilər. Sıra sayından sonra gələn isim cəmdə də ola bilər. Aydın oldu? Pozulma yoxdur. Bundan əlavə bəzi mürəkkəb sifətlər var ki, eyni sözün təkrarı ilə yaranır. Məsələn, deyirəm ki, gözəl-gözəl, gözəl-gözəl binalar. Gözəl-gözəl bina. 2 dənə yazdım. Desələr ki, bunların hansında qrammatik norma pozulub? Deyəcəksiniz ki, müəllim, əgər sifət, mürəkkəb sifət eyni sözün təkrarı ilə yaranıbsa, ondan sonra gələn isim cəmdə olmalıdır. Cəm isim olmalıdır. Əgər tək gəlibsə, artıq qrammatik norma pozulmuş hesab olunur. Cəm gəlibsə isə pozulmayıb. Olduğu kimi qalmalıdır. Aydın oldu? Bundan əlavə daha nə qaldı orada? Aha. Sayda. Baxın, görürsünüz, qrammatik normanın qaydalarını demək olar ki, əksəriyyəti say mövzusu ilə əlaqəlidir. Belə də əzbərləyə bilərsiniz. Bir sıra bir çox sayıları var. Bir sıra bir çox sayıları. Bir sıra bir çox saylarından sonra gələn isim cəmdə olmalıdır. Baxın, isim cəmdə olmalıdır ya. Bir sıra bir çox gözəl. Burada qrammatik norma pozulub. Hə, müəllim pozulub. Nəyə görə? Ay müəllim, axı dediniz ki, bir sıra bir çoxdan sonra gələn söz cəmdə olmalıdır axı. Burada gözəl təkdədir. Bu sifətdir, bəli, bu sifətdir. Bu qayda bir sıra bir çoxdan sonra gələn sifət təkdə olur, cəmdə olsun. Nə bilim, say təkdə yox, cəmdə olsun. Nə bilim, zərf təkdə yox, cəmdə olsun. Fərqi yoxdur. Burada qrammatik normadan söz gedə bilməz. Bir sıra bir çox qaydası özündən sonra gələn isimlə əlaqəli olaraq qrammatik normanı gözləyə bilər və yaxud da qrammatik normanı poza bilər. Bir sıra məqalələr çapdan çıxdı. Burada artıq qrammatik norma gözlənilir. Hardan bildim qrammatik norma gözlənilir? Çünki məqalə isimdir. Bir sıra bir çoxdan sonra gələn isim cəmdə olmalıdır. Cəmdə verdim, norma gözlənildi. Amma qoysaydım ki, bir sıra məqalə, bir çox məqalə, burada artıq qrammatik norma pozulacaq. Nəyə görə? Çünki bu sözlərdən sonra gələn ismi mən təkdə verirəm. Olmaz, cəmdə olmalıdır. Aydın oldu, müəllimlər? Bundan əlavə son qaydanı deyirəm. Bundan əlavə inversiya hadisəsi var. İnversiya nə deməkdir? Yer dəyişmə hadisəsi. Yazıram bura. İnversiya. İnversiya. Məsələn, mahnımda var, yığdım bu dünyanın nazı neyməti. Yığdım bu dünyanın nazı neyməti. Müəllimlər, burada qrammatik norma pozulubmu? Bəli, pozulub. Nəyə görə pozulub? Çünki
inversiya hadisəsi var. Yəni yerdəyişmə hadisəsi olub. Bu necə olmalıdır bu cümlə? Bu dünyanın nazını, nemətini yığdım. Yığdım cümlənin axırına gəlməlidir, çünki xəbərimiz. Aydın oldu, inversiya hadisəsi baş verib, qrammatik norma 100% pozulub. Aydın oldu.